Bu gün sizə Azərbaycan türk hökmdarı Nadir Şah Əfşar haqqında danışmaq istəyirik. Onun adını seçəndə Sovet dövründən qalma bir vahimə bürüyür çox insanın canını. Qəddar, oğlunun gözünü çıxaran, qanlar tökən hökmdar. Bu qədərmi? Bəs onun xidmətləri? Təbii ki, torpaqlarını genişləndirmək istəyən hökmdar rəhimli ola bilməz. Nadir Şah Əfşar da elə. Avropa tarixçiləri tərəfindən Şərqin Napolyon adlandırılan bu böyük türk imperatoru hər bir halda bütün müsbət və mənfi xüsusiyyətləri ilə birgə bir qəhrəmandır. Nadir Şah 1689-cu ilin noyabrında Xorasan vilayətinin Dərgəz mahalının Dəstəgir kəndində köçəri maldarlıqla məşğul olan bir ailədə dünyaya gəlmişdir. Müəlliflər bu məşhur sərkərdən hələ uşaq yaşlarından diribaş, hazır cavab, fərasətli və bacarıqlı olmasını qeyd edirlər. Nadir savadsız və təhsili olmayan bir oğlan idi. 14 yaşına qədər anası və qardaşı ilə birgə yaşadığı Xorasanda çobanlıq etmiş, qoyun quzu otarmışdı. Onun əcdadları hələ Şah İsmail Xətai zamanında 16-cı əsrin əvvəllərində Azərbaycandan Xorasana köçmüşdü. Nadir Şah uşaqlığından ölənəcən çox mürəkkəb dövrdə yaşamışdı. 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi Əfqan işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd olan ərazilər Osmanlı İmperiyası tərəfindən işğal olmuşdu. Rusiya da Qafqazda böyük fəallıq göstərməyə başlamışdı. 1723-cü ildə 1-ci Pyotr Bakı üzərinə yürüş etmiş və Xəzərboyu əraziləri ələ keçirmişdi. Osmanlılar da Təbriz almışdı. Qalmışdı köhnə paytaxt Qəzvin və bir neçə şəhər. İkinci Təhmasibin adı Şah qalmışdı. Özü faktiki olaraq şah kimi heç bir qərar verə bilmir, ölkəni bu bəladan çıxara bilmirdi. Ölkədə qərarlaşmış vəziyyət həm kəndlilər, həm şəhər əhalisi, həm də zadəcanlar arasında haqlı narazılıq doğururdu. Bu narazılıq get-gedə artırdı. Bizdə işğalçılara qarşı mübarizədə rəhbərliyi öz üzərinə götürə biləcək lider çatışmırdı. Nəhayət belə bir lider tapıldı. Bu, o zaman çox tanınmayan Nadir Qulu xan Əfşar idi. Hələ 18 yaş tamam olmamış o, anası ilə birlikdə Xarəzm özbəklərinin yürüşlərindən birində əsir alınır və qul edilir. Çox keçmədən əsirlikdən qaçıb Xorasana qayıdan Nadir Qulu, Əbirvət hökmdarı Baba Əli bəyin yanında qulluğa götürülür. Başına kiçik bir dəstə toplayıb, Xorasan əyalətlərinin bir neçəsini tutduqdan sonra özünü Nadir Qulu bəy adlandırmağa başlayır. Nadir Qulu bəyin Xorasan yürüşlərinin qarşısı qüdrətli feodal Məlik Mahmud tərəfindən dayandırılır. Nadir Qulu kömək üçün Şah 2-ci Təhmasibə müraciət edir. 1726-cı ildə Şah Təhmasib və Fətəli xan Qacar Məlik Mahmudu devirib, burada Səfəvi şahlarının hakimiyyətini bərpa etmək üçün Xorasana yürüş edir və burada Nadir Qulu ilə birləşirlər. 2-ci Təhmasib Nadir Qulu bəy Xorasanda öz zanişini təyin edir. Bundan sonra Nadir özünə 2-ci Təhmasib Qulu xan adını qəbul edir. O, 2-ci Təhmasibə ilk növbədə təsir qüvvəsi get-gedə böyük sürətlə artan Fətəli xan Qacarı neytrallaşdırmaqdan ötürü bu adı götürdü. Ancaq şah bununla da kifayətlənmir. Məlik Mahmud idarəçiliyinin mərkəzi Məşədi alınan zaman Şah 2-ci Təhmasibin əmri ilə Fətəli xan Şah 2-ci Təhmasibin əmri ilə Fətəli xan öldürülür. Çünki Nadir onu Fətəli xana Məlik Mahmud arasında gizli sövdələşmə olduğunu inandırmışdı. Bundan sonra Nadir Qulu xan şahın silahlı qüvvələrinin baş komandanı təyin olunur. Bir qədər keçmiş Nadir Məlik Mahmudun qoşunlarını əzərək onun üzərində qəti qələbə qazanır. Bundan sonra Nadirin sarayındakı mövqeyi daha da möhkəmlənir. Baş sərkərdə seçilən Nadir qanla gedən torpaqları qanla almaq qərarına gəlir. Heç bir danışığa zaman sərf etmədən qısa müddətdə Kəngər körfəzinin bütün sahillərini Avropalılardan və Portuqaliyalılardan alır. Rəqibləri Bağdada qədər gedib sıxışdırır. Kərkükü Süleymaniyəni qaytarır. Bir güllə atmadan rusları Dərbənddən 200 kilometr o yana çıxarır. Əfqanları darmadağın edib paytaxtı və onun ətrafından qovur. Cənub Azərbaycanı və onun yaxınlığındakı torpaqları Osmanlılardan azad edir. Osmanlılar yalnız Arazdan şimalda qalır. Beləliklə, Nadir Şah baş sərkərdə olmaqla bir çox idarəetmə onun əlində idi. O da şahı hakimiyyətdən uzaqlaşdırıb əvvəlcə kiçik yaşlı son Səfəvi şahı 3-cü Abbasın hamisi olur. Köhnə Səfəvi sülalələrinin nümayəndələri artıq feodal əyanları və xalq arasında öz nüfuzlarını tamamilə itirmişdilər və ölkəni dağıntıdan xilas etmək iqtidarında deyildilər. Nadir öz nöqteyi nəzərindən yeganə doğru yola əl atmaq, taxtacın həqiqi sahibi olmaq istəyirdi. Bundan ötürü o, yenidən qədim türk qaydasına görə Muğan düzündə qurultay çağırır. Bu qurultaya hərbi, mülki və dini əyanlar, şəhər və kənd başçıları yığır. Buraya 100 minə yaxın adam toplanır. Onlardan ötürü məscid və bazarlar da daxil olmaqla ağac və qamışdan 12 min müvəqqəti tikili salınır.
Novruz bayramı günü 1736-cı ilin 21 martında Nadir Qulu xan Suqovuşandakı qurultayda iştirakçılar arasında yeni şah seçilmək təklifi verir. Sözlərini bununla əsaslandırır. 3-cü Şah Abbas hələ ki uşaqdır. Nadir özü isə işləməkdən yorulub və hakimiyyətdən imtina edir. Azərbaycanın hərbi elitası Qızılbaşlar öz yüksəlişləri üçün Səfəvilərə minnətdar idilər və buna görə hakimiyyət sülaləsinin dəyişməsinin əleyhinə idilər. Ancaq öz etirazını açıq şəkildə yalnız Qarabağ və Gəncə bəylərbəyisi Uğurlu xan Qacar bildirir. O da bunun müqabilində sonradan öz mülklərinin böyük bir qismini itirmiş olur. Onun hakimiyyətinin bircə Gəncə saxlanılır və rütbəsi də Gəncə bəylərbəyi adlandırılır. Qacarların çox hissəsi isə Xorasana sürgün edilir. Şah elan olunması məsələsi ortaya çıxanda Nadir özünü zahirən elə göstərir ki, güya yorulub, doğrudan da şahlığı istəmir. Qurultay az qala yalvarıb onun razılığını alır və tac qoyma mərasimi keçirilir. Hətta bu münasibətlə qurultay iştirakçılarına erməni və gürcü millətindən olan qul və kənizlər bağışlanılır. Azərbaycanı tam birləşdirildikdən, bütöv halına gətirdikdən sonra Nadir Şah Əfşar ölkənin sərhədlərini böyütmək, imperiya yaratmaq fikrinə düşür. Əvvəlcə Əfqanistana yürüş edir, sonra Hindistana, Dehlini tutur, Buxara və Xarəzmi ələ keçirir. Hindistana sonuncu dəfə Əmir Teymur səfər etmişdi. Dehliyə qədər girmiş, amma bütövlükdə Hindistanı ala bilməmişdi. Ancaq Nadir Şah Hindistanı ələ keçirir. O zamanki pulla ona hər il 700 milyon rupi xərac verirlər. Beləliklə bağlanan müqaviləyə görə Hind çayının sağ qolu, yəni qərb tərəfi bütövlükdə Əfşarlar dövlətinin ərazisinə qatılır. Bunu ilk dəfə Azərbaycanlı hökmdar edir. Yəni Nadir Şah Əfşara qədər heç bir İran şahı birbaşa okeana açıq çıxış əldə etməmişdi. Hindistan yürüşündən sonra Nadir Şah paytaxt Məşədə qayıtmır, Heratda dayanır. Müharibə hazırlıqları görür və Çin sərhədinədək indiki Orta Asiya ərazisini, Türkistanı tutur. Bundan sonra Məşədə qayıdır. Amma paytaxtda da rahat durmur. Deyirmiş, mənim paytaxtım at üstündədir. Nadir Rusiya ilə müharibə düşünür. Ruslar ona məktub göndərərək gəl, birləşək bir yerdə Osmanlı imperiyasını məhv edək deyir. Amma Nadir Şah ona mən tək başına bir addım atdım, Hindistanı tutdum, bir addım atsam dünyanı tutaram yazır. Yəni istəsəm sənsiz belə Osmanlını tutarım demək istəyir. Amma Nadir Şahın Rusiyaya hücum etməməsinin səbəbi Osmanlı sərhədlərində narahatlıq idi. Çünki Osmanlı sultanı 1-ci Mahmud hücum etməyəcəyinə dair təminat vermirdi. O sultana məktub yazaraq türklərlə türkmənlər arasında doğmalıq olduğunu bildirir və özünü birmənalı olaraq ikincilərə, yəni türkmənlərə aid edir. Osmanlı sultanı 1-ci Mahmuda yazdığı məktubda Nadir Şah deyirdi: ya gəl birlikdə Rusiyanı tamamilə müsəlmanlaşdıraq, ya da mənə təminat ver ki, şərq sərhədlərinə hücum etməyəcəksən. Osmanlı sultanı buna təminat vermir. Bu həm də o zaman olur ki, Nadir Şah psixi sarsıntılar keçirmişdi. Oğlu ona sui-qəsd təşkil etmişdi. O oğlunun gözlərini çıxartdırmışdı. Bu səbəb və digər tərəfdən Osmanlı sultanının ona belə bir cavabı Nadir Şahı Rusiyanı almaq fikrindən daşındırır. Oğlunun sui-qəsdindən sonra ruhi sarsıntı keçirən Nadirin əsəbləri daha da korlanır. Bir-birinin dalınca daha artıq ölüm fərmanları verir. 1747-ci ilin iyun ayının 20-sində Xəbuşan yaxınlığında qurulan düşərgədə Məhəmməd bəy Qacar İrəvani, Musa bəy Əmirli Əfşar, Qoca bəy Kəndirli Əfşar, Salih xan Xırxınlı və keşikçi başı Məhəmməd Qulu xan Əfşar və bir sıra digər keşikçilərin dəstəyi ilə gecə yarı Nadir Şahın çadırına daxil olurlar. Nadir Şah həmin gecə arvadlarından Məhəmməd Həsən xanın qızı Sitarənin çadırında yatmışdı. Qatillər Nadirin hansı çadırda yatdığını öyrənib gözətçini boğdurur və Sitarənin çadırına daxil olurlar. Və Nadirin üzünü gördükdə qorxu onları elə bürüyür ki, onlar qapıdan içəri girməyə cəsarət etmirlər. Amma Məhəmməd Qulu xan və Salih xan çadırı xəncərlə cırırlar və bir neçə nəfər içəri daxil olur. Nadir Şah yerindən atılıb Salih xanı görən kimi onu söyür. Qılıncını çəkib onu qovur və içəri girənlərdən ikisini öldürür. Bu vaxt ayağı çadırın ipinə ilişib yıxılır. Ayağa qalxana qədər Salih xan onun kürəyindən bir neçə qılınc zərbəsi vurur. Bu zaman Məhəmməd Qulu xan çadıra daxil olub Nadir Şahı qətlə yetirir. Nadir Şah orta əsrlər hərb tarixinin ən parlaq simalarından biri idi. O bəşər tarixindəki Makedoniyalı İskəndər, Əmir Teymur kimi sərkərdələrin Asiyadakı uğurlarını təkrar edərək özünü Asiyanın, Nadir Şah fatihlik və sərkərdəlik əzəməti ilə hərbə yeni məzmun gətirən bir şəxsiyyət idi.